1912-ci ildə Harland və Wolff Shipyard tərəfindən inşa olunan Titanic gəmisidir. Belfast, İrlandiyada inşa olunubdur və gəmi uzunluğu 882 fit göstərir. 2453 sərnişin daşıyan bir gəmi idi. Gəmi tarixdə ən böyük qəza ilə yadda qalıbdır. Zamanın ən böyük sərnişin gəmisi hesab olunubdur. 2223 nəfərlə 10 aprel 1912-ci il tarixində New Yorka doğru yola çıxan zaman səyahətə çıxdığı tarixdən 4 gün sonra 14 aprel 1912-ci il tarixində gecə saat 11:40-da bir iceberglə toxunmuş və növbəti tarixdə 02:20-də gəmi batmışdı. 2223 sərnişinlə yola çıxan gəmi 1517 nəfərinin həyatını itirməsi ilə nəticələnmişdi. Həmin o filmi çəkilən məşhur Titanic gəmisinin maketidir. Gəmi 1912-ci ildə inşa olunubdu və 1912-ci ildə icebergə toxunmuşdu.